Selamun Aleyküm ve Rahmetullah. Bugün noyabrın 1'i 2025-ci il. Danamızı kəsirik. Allah subhanahu teala qəbul etsin. Bismillah. Allahu Akbar. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Möhtərəm müsəlmanlar və Mizan Yardım Qrupu üzvləri. Deməli, bugün noyabrın 1 2025-ci il əlhəmdə dananı, ətimizi doğramışıq. Allah azən paketləyib ehtiyaclı müsəlman bazı qardaşlara paylayacaq. Allah subhanahu teala bərəkət versin. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Esselamu Aleyküm değerli müsəlmanlar, Mizan Yardım Qrupunun üzvləri. Allah sizə bərəkət versin. Bugün həftənin şənbə günü, noyabrın 1-idir. Qarasura gələn ehtiyaclı müsəlmanlara satacaq ət paylarımızdır. Elçin qardaşın həyətində kəsildi, danamız əlhəmdülillah. Və inşallah buradan deməli 35 ailəyə, 35 ehtiyaclı ailəyə, müsəlman ailəsinə bu ət paylarımız və çörəklərimiz satacaq. Rəbbim bizdən qəbul etsin. Allah müsəlmanların əhlinə, malına bərəkət versin. Allahümə əmin.